Salam aleyküm herkese. Bugün 2 Avqust 2025-ci ildir. Gəlmişəm balıq ovuna, karyerə. Bu cür gözəl mənzərə, qəşəng hava, ağaclıq ətraf, gül kimi, çiçək kimi maşallah. Suyun düzlüyü. Deməli belə bir şey eləmək istəyirəm. İstəyirəm ki, deməli qardaşlar və xanımlar kim balıq ovuna gəlmək istəyirsə, tam ödənişsiz şəkildə mənə müraciət edə bilər. O baxıram TikTokda bəziləri qoyur məsəl üçün 20 manat adam başı, 15 manat falan filan. Yox, mən o qədər demirəm. Mən ümumiyyətlə ödənişsiz deyirəm. Kim gəlib ov eləmək istəyirsə, balıq tutmaq istəyirsə, yəni fərq yoxdur. Anlayış olan, olmayan, sıfır təchizatı olan, olmayan, yəni mənim hər şeyim var. Gəlmək istəyən mənə əlaqə saxlasın. Bu cür gözəl mədəni yer, sakit yer, tərbiyəli yer. Yəni bundan artıq nə olsun? Yəni xanım da gələ bilər, bəy də gələ bilər, uşaq da gələ bilər, ailə də gələ bilər. Yəni bundan artıq mən sizə nə deyim məsələn? Burada bu cür gözəl loska da var, içində oturmağa. Kölgəlikdir, ağaclığın altıdır. Yəni bundan qəşəng istirahət məncə yoxdur. Adamın əsəbləri sakitləşir, ruhu sakitləşir. İnşallah ki, indi ovumu eləyib sizinlə paylaşacağam. İzləmədə qalın, izlədiyiniz üçün təşəkkürlər. Dostlar, deməli ilk ovumuz gəldi. Yəni yasamalı gördü, yəni videolardan da dediyim kimi. Arda gəlsin. Baxın dostlar. Buranlar ancaq bu axırda balıqlardır. Bunlardandır. Dibdə də var, dərində də var, üzdə də var. Hər yerdə balıqlardan var. Dərin qoymuşam paploku, dibdən biraz yuxarı qoymuşam da ancaq vurur. Qardaş, bu anayla biz nə edirik? Bu anayla hara gedək biz? Hər yerdə balıqlardır. Bir dənə tutmuşam. Onu deyir burada. Böyüyə imkan vermirlər də, özləri gəlirlər. Mayoklar gəlir qonur çörəyə. Didişdirirlər, böyük gəlib yeyə bilmir. Böyük gələndə yem qalmır çörək. Atan kimi yığışırlar başına, çörəyin. Vururlar. Deməli dostlar, ikinci ovum da gəldi. Balaca olmağına baxmıyor amma maşallah yenə də gəlir. Dostlar, bu da üçüncü ovumdur. Ovum hələ də davam edir. Bu da üçüncüdür. Dördüncü ovum gəldi dostlar. Ardı gəlsin.